Əziz dostlar, biz hal-hazırda Göygöl Milli Parkındayıq. Məlumat üçün qeyd edirəm ki, artıq Göygöl Milli Parkında 11-ci ekoturizm marşrutu təyin edilib və bura həmin marşrutun son nöqtəsidir. Buradan Göygölün əsrarəngiz gözəlliyini müşahidə edəcəksiniz və sizlərin hər birinizi Milli Parkda bu olan gözəlliyi görməyə dəvət edirəm. Buradan həm Kəpəz dağını izləmək mümkündür, həm Göygölü və eləcə də orta yalı, sol yalı, sağ yal deyilən hissələri izləmək mümkündür. Burada bundan başqa qartalları, bəzən vəhşi heyvanları da görmək mümkün olacaq.